Efirimiz davam edir. Bir daha nəzərinizə çatdırım. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızdadır. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz. Buyurun doktor, söhbətimizə davam edək. Çox az vaxtımız qalır. Davam edək. Şəkərli diabetin növləri ilə çalışım, onda bir kısaca bir çatdırım ki, biz o qədər geniş mövzudur ki, biz həmişə 3-4-ündən danışırdıq, amma görün şəkərin nə qədər növləri var. Demək ki, sonraki bir slaydı istəyəcəm. Bu bir qədər, məsələn, görün digər spesifik nə qədər şəkərin növləri var İlhamə xanım. Yəni ki, biz şəkərin diaqnozu qoyulmaq üçün hər bir şeyi nəzərə almaq lazımdır. Bir də biz nəyi nəzərə almaq lazımdır? Mən bir onu demək istəyirəm. Bəzən olur ki, əməliyyatlar, müəyyən əməliyyatlardan sonra yaranan şəkərli diabet var. Məsələn, əgər pasiyentlərdə hər hansı mədə-altı vəzi ilə bağlı bir problemi olubsa, bax, məsələn, bu dediklərimizdə pankreatit ola bilər, orada hər hansı fibroz ola bilər, müəyyən genetik xəstəliklər ola bilər və yaxud da ki, hər hansı bir əməliyyat orada keçirilibsə, bu halda da, demək, bu adlanır əməliyyatdan sonra meydana gələn şəkərli diabetlər. Bax, bu da bir ayrıca bir mövzudur. Məsələn, əgər... Yəni, təsir mexanizmi necə gedir? Təsir mexanizmi odur ki, əməliyyat zamanı bizim beta hüceyrəmiz, bizdə elə bilirlər ki, məsələn, ultrases müayinəsi eləməklə biz beta hüceyrəni görürük, xeyr, görmürük. Sadəcə, mədə-altı vəzidə edilən hər hansı bir əməliyyatlar həmin nahiyəni zədələyir. Bəli, həmin nahiyəni zədələnir. Artıq bu şəkər növü əməliyyatdan sonra yaranmış bir növdür. Onu məsələn biz, o da diaqnostika çox bir önəmli bir rol daşıyır. Çünki orada mütləq baxılmalıdır ki, bədəndə insulin ifraz olunacaqmı, müəyyən bir qismi zədələnir. Adətən müəyyən bir qismi zədələnmiş olur. Çox vaxt bu xəstələrdə əməliyyatdan sonra insulin bədəndə saxlanılır. Amma bax, bunu da bir nəzərə alaq. Sonraki bir slaydı da istəyəcəm. Bir də mən bir qısaca olaraq da bu haqda deyim. Şəkərli diabet digər endokrin xəstəliklərdə də rast gəlinəcəkdir. Biz bunlar haqqında mövzularımız olubdur, düzdürmü? Olub, səhv etmirəmsə. Bax, zəhərli zob, hipertireozizm, toksiki ur, yəni el arası zəhərli zob deyirlər. Zəhərli ur zamanı şəkərli diabet meydana çıxa bilər. Düzdür, bu müvəqqəti bir xarakter daşıyır. Yəni, əgər zəhərli zob müalicə olundusa, o gedəcəkdir. Çünki burada da təsir mexanizmi nədir? Ümumiyyətlə, qalxanvarı vəzinin hormonları mübadilə prosesini, karbohidrat mübadiləsini bilavasitə təsir etmək xüsusiyyətinə malikdirlər. Sonra, bax, belə bizim bir xəstəliyimiz var. Biz bu haqda, bilmirəm, danışmışıq, danışmamışıq. Bax, əgər siz, düzdür, bunlar bir qədər nadir rast gəlinir, amma yenə də rast gəlinir. Akromeqaliya adlı bir xəstəlik var. Bu necə olur? Məsələn, həyatın müəyyən bir dönəmində bu xanımın, məsələn, və yaxud da bəy də ola bilər. Tam normal bir cizgiləri olmuş, məsələn, üst çənə nahiyəsi normal, əli normal olan bir bəy olsun, xanım olsun, həyatın bir müəyyən müddətində görür ki, onun əlləri qabarlaşır, kobudlaşır. Məsələn, tutalım ki, məsələn, üzük ölçüsü var. Məsələn, 17-18 geyinirdisə, deyir, artıq mənə heç 24 də barmağıma girmir. Şəkərlə nə əlaqəsi var, doktorun? Bu belə bir, qulaq asaq da, bu belə bir bu nə olur? Bu belə bir xəstəlik var. Akromeqaliya. Akromeqaliya nə deməkdir? Bədəndə boy hormonu var. Boy hormonu bizə lazımdır müəyyən yaşa qədər uşaqların böyüməsində. Amma akromeqaliya xəstəliyində burada boy hormonu ifraz edən nahiyənin şişidir və başlayır üz cizgilərin kobudlaşması, əldə kobudlaşması. Hansı nahiyədə o, doktor? Və orada hipofizdə somatotrop ifraz edən hormonun ifrazı. Və bu somatotrop hormon bilavasitə karbohidrat mübadiləsinə təsir edəcəkdir və şəkərin yüksəlməsinə gətirib çıxardacaqdır. Doktor, gəlin razılaşaq. Bu indiferensial diaqnostika çox zəifdir Respublikada. Çox zəifdir. Baxın, siz moda tipli şəkərli diabetin növünə, tipinə toxunursunuz. Əslində danışılıb bu haqda. Kifayət qədər də danışılıb. Sadəcə üzərində dayanılmayıbdır. Tip 1, tip 2. İndi bu günlər baxıram ki, onda belə çıxır ki, çox diqqətlə qulaq asın. Tip 1, diaqnozu qoyulan şəkərli diabet xəstələrinin çoxu heç tip 1 deyil. Tamamilə doğrudur. Düz anladıq. Bəli. Akromeqaliya edir. Baxın, Kurşimsinin, görün burada nə qədər xəstəliklər var. Hər biri elə vacib olan endokrin vəz
hipofiz. Bəli. Oradan ön payı, arxa payından ifraz olunan hormonlar səbəbilə meydana çıxır. Yəni, səbəbkar qalır bir tərəfdə simptomları bombalamaqla deyil. Tamamilə doğrudur. Ona görə də problemlərimiz artır. Doktor, biz bu mövzulara bir daha geri dönək, geniş danışaq. Mən təşəkkür etmək istəyirəm studiyamıza gəldiyinizə görə. İşlərinizə doğrular arzu edirəm. Şəkərli ümumiyyətlə endokrinoloji problemlər çox vacibdir. Çünki bu insanlara artıq çəki toplama, piylənmə və s. deyəndə düşünür ki, məsəl üçün ona xoşdursa bu belə yaşayır. Artıq çəki əslində piyin özü də endokrin vəz sayılır. Yəni arxasında o qədər metabolik problemlər gətirir ki, kaş ki, ən azından, mən demirəm həkim qədər, amma ən azından mənim oxuduğum qədər bir məlumatınız olsaydı, bilərdiniz ki, hansı odun, alovun içərisində özünüzü atırsınız, orqanları, sistemləri və xüsusilə də hüceyrələri elə böyük bir təhlükə qarşısında qoyursunuz ki, artıq çəki ilə. Ona görə bu metabolik problemlər yaranmasın. Türklərdə bir söz var, xroniki inflamasyon ortaya çıxmasın deyə elə zamanında tədbir görülsə daha yaxşı olar. Ona görə tibbin bütün sahələrində bu problemlər ortaya çıxır. Təşəkkür edirəm. Tibb üzrə fəlsəfə doktoru ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızın həkim qonağı idi. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz.